Davam edək. Qarşıdan Qurban Bayramı gəlir və hamı indidən artıq bu barədə düşünür ki, ən keyfiyyətli, ən təmiz ət məhsullarını mən hardan əldə eləyim. Ümumiyyətlə, müəyyən qaydalar var və ət kəsimi məntəqələri bu qaydalar əsasında əslində fəaliyyət göstərməlidir və göstərirlər. Gəlin daha ətraflı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Mansur Piriyevlə danışaq. Mansur bəy, salam, hər vaxtınız xeyir olsun, salamlayıram sizi. Salam, hər vaxtınız xeyir olsun. Deməli, Qurban Bayramı yaxınlaşır, yenidən diqqətlər yönəlir ət kəsimi məntəqələrinə. Çünki adi günlərdən fərqli olaraq bu bayram günlərində insanlar daha çox ət kəsim məntəqələrinə müraciət edir. Daha keyfiyyətli, daha təmiz, sağlam heyvanların ətini əldə etməyə çalışırlar. Hazırlıq çox güman ki, başlayıb AQDA tərəfindən və ya proses necəsə tənzimlənir. Bəli, tamamilə doğru dediniz. Mən əvvəlcə qarşıdan gələn Qurban Bayramı münasibəti ilə təbrik edirəm hər kəsi və bildirmək istəyirəm ki, bəli, artıq bununla bağlı nəzarət və tənzimləmə tədbirləri çərçivəsində keçirilən monitorinqlər yekunlaşmaq üzrədir. Və onu qeyd etmək istəyirəm ki, çox düzgün dediniz ki, adi günlərlə müqayisədə Qurban Bayramı günlərində daha çox heyvan kəsimi fəaliyyətləri həyata keçirilməkdədir və elə buna görə də yerli icra orqanlarını cəlb etməklə, aidiyyəti qurumlarla birgə agent tərəfindən deməli, həmin kəsim məntəqələrinin fəaliyyətlərinin monitorinq edildi və onu qeyd etmək istəyirəm ki, artıq bu günləri Qurban Bayramı belə deyək də günlərində heyvanların kəsimi, satışı, xidməti göstərəcək məntəqələrin siyahısı artıq agentliyin rəsmi saytında əks olunacaq və bununla bağlı mən onu bildirmək istəyirəm ki, ümumiyyətlə kəsim məntəqələrində əsas tələblər bundan ibarətdir ki, sizin də qeyd etdiyiniz kimi qurbanlıq heyvanlar sağlam heyvanların və sağlam şəraitdə kəsim həyata keçirilməlidir. Təbii ki, burada əsasən baytarlıq nəzarətindən keçmiş, həmçinin deməli sanitar gigiyenik qaydalar, normalar gözlənilməklə heyvanlar kəsilməlidir. Və təbii ki, burada həmin qurbanlıq heyvanların kəsimi ilə bağlı əvvəlcədən vətəndaşlar da sifarişlər verə bilərlər. Bununla bağlı bilirsiniz ki, artıq bir neçə ildir ki, belə deyək, bu sahədə infrastruktura malik olan satış şəbəkələri də prosesi aktiv iştirak edirlər. Belə ki, Qurban Bayramından bir neçə gün əvvəl artıq onlara öz sifarişlərini verirlər və həmin qurbanlıq heyvanların belə deyək, ətlərini, cəmdəklərini norma və qaydalara uyğun şəkildə, yəni burada biz norma və qayda deyəndə biraz da açıq, aydın desək nəyi nəzərdə tuturuq? İlk növbədə sağlam heyvanların, yəni baytarlıq arayışı olan heyvanların həmin o gigiyenik norma və qaydalara uyğun şəkildə kəsimi, eyni zamanda onların temperatur rejimi gözlənilməklə, həmçinin daşınma vasitəsi əlverişli olan nəqliyyat vasitələri ilə xüsusi şəraitdə çatdırılması, bütün bunlar hər biri vacib məsələdir. Çünki bilirsiniz ki, yəni bu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının da rəsmi məlumatıdır və bununla bağlı bir çox məlumatlar agent tərəfindən paylaşılır ki, heyvandan insana keçən bir sıra zoonoz xəstəlikləri var, hansı ki bu xəstəliklər mütləq şəkildə nəzarətdə saxlanmalıdır və heyvan kəsimi zamanı xüsusilə bu qaydalara əməl olunmalıdır ki, yalnız sağlam heyvanlar kəsilsin və yalnız sağlam şəraitdə kəsilməlidir və bununla bağlı olaraq mən bildirmək istəyirəm ki, bu ildə Qurban Bayramında 126 ünvanda heyvanların kəsim və satışı həyata keçiriləcək. Onlardan 70-də qurbanlıq heyvanların həm kəsimi, həm satışı xidmətləri, deməli 29 ünvanda isə həmin heyvanların yalnız satışı, 27 ünvanda isə yalnız kəsim xidmətləri həyata keçiriləcək ki, həmin ünvanlarda da həm agentliyin, həm də aidiyyəti dövlət qurumlarının əməkdaşları həmin ərazidə olacaqlar. Eyni zamanda bayram günlərində agentliyin müfəttişləri gücləndirilmiş iş rejimində öz fəaliyyətini həyata keçirəcəklər və təbii ki, Qurban Bayramında qeyd olunan məsələlər diqqət mərkəzində saxlanılacaq. Bununla yanaşı bilirsiniz ki, təəssüf hissə qeyd etmək istəyirəm ki, bəzən baxırıq ki, küçələrdə, yol kənarlarında, hətta ictimai yerlərdə, parklarda qanunsuz heyvan kəsimi fəaliyyətləri belə deyək də müşahidə olunur. Təbii ki, bunların da qarşısının alınması üçün yerli icra orqanları ilə birgə tədbirlər həyata keçiriləcəkdir. Aydındır, çox sağ olun, təşəkkürlər. Daha ətraflı məlumat verdiyinizə